İllərdən əziyyət çəkib pul yığmısınızsa, mən dediyimə diqqətlə qulaq asın, dəyərli izləyicilərim. Evlərinizi məndən belə alsaz, təmir və tikintini yoxlatmağı unutmayın. Sonraki peşmançılıq fayda verməz atalar demişkən. Allah hər birimizə belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Bugün sizlərə 3,7 sotun içində Mərdəkanda Makaronlu dediyimiz ərazidə yola yaxın, məktəbə yaxın ev axtarırsınızsa, bu videoya sona qədər baxın, sizlərə tam əşyalı bir ev tapmışam. Gəl buradan besetkasından başlayaq. Qış aylarında da rahatlıqla əyləşə bilərsiniz. İsti döşəməlidir. Qarşısında 6 metr uzunluğunda, 4 metr enində, 1,60 dərinliyində istiməli hovuzu və qarşı tərəfində verandası. Burada isti döşəməlidir. Giriş tərəfini göstərim sizlərə, meşəliyini də göstər zəhmət olmasa. Burada meşəliyi, burada manqalı, yanında sanitar qovşağı. Sizə bir dənə də şey deyim, evin ətrafını tam dövr eləmək mümkündür və gözəl bir dizayn axtarırsınızsa, keyfiyyət axtaranlar üçün əla bir fürsətdir. 365 min manat start dedik bu evin qiymətini. Ya Allah, daxil olduq 160 kvadratlıq evimizə. Deyir, sağ ayaqla evə daxil olanda uğurlu, ruzulu olur. Allah hər birimizin evini ruzulu, bərəkətli eləsin. Burada gördüyünüz kimi 34 kvadratlıq zalı gözəl dizayn olunub. Əllərinizə sağlıq qardaş. Mən bəyəndim, inşallah siz də bəyənərsiniz. Burada 24 kvadratlıq mətbəxin qarşısında terası. Fırlana gedirəm, yoxsa normal gedirəm. Burada 26 kvadratlıq yataq otağı, özünün dolabı. Bəzi xırda yekunlaşmayan işləri var, inşallah onlar da yekunlaşacaq. Bunun patoloqu nə qəşəngdir. Aboyla eləyiblər. Bu arada evdə divar kağızlarından istifadə olunub. İkinci yataq otağı 19 kvadrat metr. Pəncərələr gördüyünüz kimi yerə qədərdir. Evin ümumi sanitar qovşağı, tavanın hündürlüyü 3,60'dır. Qapıların hündürlüyü 2,45'dir və bu da sonuncu yataq otağı. Bunu da kim alsa ev sahibi, ya oğlunuz ya qızınız varsa onun üçün bir dənə yataq otağı hədiyyə eləyəcək. Yoruldum. Allah hər birimizin rızını bol eləsin, canınız sağ olsun inşallah. Yeni videolarında görüşmək ümidiyle. Hələlik.